11 fevral ingilis dili suallarının izahı. 56-cı sualda bizdə provide sözünün sinonim istəyir. Burada cavab C variantıdır. Accept qəbul etmək, ignore inkar etmək, announce bəyan etmək, concentrate isə odaqlanmaq deməkdir. 57-ci sualda isə biz burada dəni görürük. Dəni görürüksə müqayisə dərəcəsi axtarmalıyıq. Müqayisə dərəcəsində də variantlarda worse və better görürük. Bilirik ki, doğru müqayisə dərəcəsi worse və betterdir. Və burada isə bad way də var və deyir ki, it is to stay at home than to go out in such bad way. Deyir, belə bir pis havada evdə oturmaq daha yaxşıdır. Ona görə biz burada C variantını seçirik. 58-ci sualda isə baxırıq. May'dən sonra A variantında modal feildən sonra to gələ bilməz. To ancaq able to, bir də have to'dan sonra gələ bilər. Burada isə D variantı to-suz işləndiyinə görə seçirik. B, E və C variantı arasında qalırıq. İmtahanda uşaqlar siz fikir verə bilərsiniz. B ilə E inkarda, C təsdiqdədirsə cavab C'dir. Amma burada isə biz onu məna ilə tapırıq. You wear a warm jacket, it's freezing outside. Çöl soyuqdursa sən nə etməlisən? Sən o jaketi məcbursan geyməyə. Ona görə cavab C variantıdır. 59-da isə D əvəzliyinin qarşılığı olmalıdır. Themselves D variantı doğru cavabdır. 60-cı sualda isə burada da yazdığım kimi və feilin ikinci formasıdırsa, deməli digər cümlədə feilin ikinci formasında olmalıdır. A variantı və D variantı gələcək, C variantı indiki, B variantı isə bitmiş zamandadır. Ona görə cavabımız E variantıdır. 61-ci sualda isə bunun qısa bir dənə yolu var. Drove sürməkdir, feildir. Feildən sonra zərf gəlməlidir deyə burada cavab E variantıdır. Amma əgərləri bununla tapa bilmirsinizsə, biraz çıxdaş edə bilərsiniz. Necə? Deməli, necə edə bilərsiniz? Məsələn, burada deyir ki, to keep everyone in the car safe. Əgərlərin maşında hər kəsi güvənli eləmək istəyirsə, dangerous ola bilməz. Ona görə A və B variantını çıxırsınız. Ondan sonra C variantını götürə bilmirsiniz. Çünki burada the most yoxdur. Ondan sonra isə D və E variantı arasında qalırsınız. Yenə dediyim kimi drove feildir. Ondan sonra zərf gəlməlidir. Ona görə də cavab nədir uşaqlar? Cavab burada E variantıdır. Növbəti suala baxaq. Deməli, növbəti sual 63-cü sualdır. 63-cü sualda of-dan əvvələ baxmalıyıq. Birincisində grains cəmdədir və xəbərimizdə v cəmdədir. Nə edirik? Onu doğru variant olaraq götürürük. İkincisində isə uşaqlar havaya baxmırıq. V-dən sonra change, cəmdə olan dəyişikliklər gəlib. Ona baxırıq. Burada da həm cəm xəbərdir, yəni bu variant doğrudur. Üçüncüdə isə baxırıq. Several pieces cəmdədir, amma burada helps təkdə verib xəbəri. Ona görə bunu nə edirik? Yanlış olaraq götürürük. 4-də isə iron, dəmirə fikir verməyin. Dəmirdən əvvəl sonra gələn bends var. Oradakı cəm şəkilsinə fikir verin. Amma xəbər nədir? Is təkdədir. Ona görə 4-ü götürmürük. 5-də isə yəni təbii ki, E artiklı varsa qabağında tək olacaq. Cavabımız, amma fikir verin. Həmişə E artiklı olanda tək olmur. Amma a clothing store, yəni store'un sonunda S yoxdur da. Yəni bir geyim mağazası, bir dənə geyim mağazası varsa, burada xəbər təkdə olmalıdır, is də olmalıdır. Yəni burada cavabımız olur A variantı. 63-cü sualda isə cavabımız E variantıdır. Çünki only'dən sonra E artiklı olan bir quantifier gəlməlidir. A, D və C variantını çıxırıq. Yerdə B və E variantı qalır. Deməli, only yalnız deməkdir. Yalnız çoxlu deyə bilmərik də. The teacher looked disappointed because only a few students had completed the homework correctly. Deyir ki, müəllim məyus görünürdü. Çünki yalnızca az uşaqlar ev tapşırığını eləmişdi. Yəni, yalnızca çoxlar niyə məyus olsun uşaqlar? Ona görə cavab E variantıdır. 64-cüdə isə news sayılmayan tək isimdir. Sayılmayan tək ismin əvvəlində to artiklı, rəqəm bildirən ola bilməz. Ona görə bir səhvdir. Ondan sonra isə nəyə baxırıq? Ondan sonra isə 2-yə baxırıq. A spoon of salt, o düzdür. A pair of socks, o düzdür. 4 səhv, deməli, 4-də düzdür. Several bars of chocolate. Amma 5 səhvdir. Çünki FU-dan sonra cəm isim gəlməlidir. Yəni FU-dan sonra bars cəmdə olmalıydı deyə. O səhvdir. Cavab E variantıdır. 65-ci sualda isə bu sözü keçən dəfəki sınaqda da salmışdılar uşaqlar. Offend təhqir etmək deməkdir və onun təhqir etmək deməkdir. Siz necə baxa bilərsiniz? Compliment yaxşı sözlər demək, help kömək etmək, value dəyərləndirmək, support dəstəkləməkdir. Burada deyir ki, I didn't want to offend you with my comments. Mən sənin öz yorumumla, öz şərhimlə səni aşağılamaq istəmədim. But I am sorry if my words upset you. Amma mən özür istəyirəm əgər sözlərim səni incitdirsə. 66-cıda isə uşaqlar confused, çaşmaq deməkdir.
B variantı, terrify, qorxmaq C variantı, please, məmnun olmaq A variantıdır. O da A variantıdır elə cavabda. 67-də isə information məlumatdır. Uşaqlar çaşmayın, məlumat sayılmayan isimdir. Sayılmayan isimdirsə, bura boşluq olur. Ondan sonra ikincisində isə message, mesaj sayılan isimdir. Ona görə nə yazırıq bura? 67-yə D variantı yazırıq. 68-də isə opposite əksini soruşur uşaqlar. Əksini soruşursa, discover kəşf etmək deməkdir. Found tapmaq sinonimi. Ondan sonra isə looked for axtarmaq sinonimidir. Ona görə yerdə qalan 2, 4, 5 variantını götürürsünüz. 69-da isə deyir ki, salam Anna, sənin yay tətilin necə keçdi? Mən keçən həftə, baxın uşaqlar, buradakı last week sözünə fikir verin. Səbəb, A variantında last month yazıb. Artıq onu o cümlədən çıxa bilərsiniz. Ondan sonra isə deyir ki, last week and everything feels different. Mən keçən həftə məktəbə başladım və hər şey fərqli idi. Our new teacher is so friendly and helpful. Bizim yeni müəllimimiz dostcanlı və kömək edəndir. This year, bu il, I want to improve my English skills and join the drama club. Bu il mən ingilis dili bacarıqlarımı inkişaf etdirmək və drama klubuna qatılmaq istəyirəm. I am a little nervous. Baxmayaraq ki, mən biraz tədircinəm. Nervous belə əsəbi yox da, necə deyim sizə, başa düşdünüz də, yəni yeni bir şey başlayanda biraz qorxma hissi var, elə bir şey. I am excited for challenges ahead, amma mən çətinliklərə, yəni qabağıma çıxan challenge-lara, çətinliklərə hazıram. Please və onlara qarşı həyəcanlıyam. Zəhmət olmasa mənə öz məktəbin necə idi onu yaz. Jane, bax burada uşaqlar, Jane hopes to improve her English and join the drama club. Deməli, Jane istəyir ki, neynəsin? Jane istəyir ki, öz ingilis dilini inkişaf etdirsin və drama klubuna qoşulsun. Bu zaman indi D variantına baxın. Yenə eyni cümlə ilə başlayıb. Jane hopes to improve her English. Düzdürmü? Sonra isə burada sadəcə neyniyib? Join, qoşulmaq sözünü attend, davam etməyi eləyib. Yəni burada ilk cümlə eynidirsə D variantını götürə bilərsiniz. Yəni tərcümə bilməsəniz belə. 70-ci cavabda, 70-cidə isə deyir ki, məktəb kitabxanası növbəti birinci gün bağlı olacaq təmizlik üçün. Zəhmət olmasa götürdüyünüz kitabları geri qaytarın. 5-ci gündən əvvəl geri qaytarın. Biz narahatçılıq üçün üzr istəyirik və başa düşdüyünüz üçün sizə təşəkkür edirik. Burada isə yenə baxırsınız, yenə başlayıb. On Monday, the library will stay closed due to cleaning. Birinci gün kitabxana təmizlik üçün bağlı olacaq. E variantı doğru variantdır. A variantında isə deyir ki, no apology, yəni heç bir üzr falan istəməyib narahatçılıq üçün. Sonra isə B variantında deyir ki, birinci günə kimi qaytarılmalıydı. Amma burada deyir ki, before Friday. Nə vaxt qaytarılmalıdır? Before Friday qaytarılmalıdır. C variantında isə deyir ki, will stay open on Monday. Amma burada deyir ki, will be closed next Monday. Yəni C variantında açıq olacaq deyir. Mətndə isə, doğru versiyada isə bağlı olacaq deyir. D variantında isə deyir ki, zəhmət olmasa yeni kitablar götürün və onları daha uzun özünüzdə saxlayın deyir. Burada isə elə bir şey yox. O kitabları özünüzdə saxlayın və neyləyin? Özünüzün götürdüyü kitabları kitabxanaya geri qaytarın deyir. Ona görə E variantıdır. 71-də isə deyir ki, Sign Language məktəbinə bu il qoşulun. Biz sizə ingilis dili dərslərini bütün yaşlar üçün təklif edirik. Təcrübəli müəllimlər, balaca sinif otaqları, dostlu atmosfer var. Danışığınızı, oxunuzu və yazı bacarığınızı inkişaf etdirin. Bu gün sign up today and enjoy learning with new friends. Bu gün qeydiyyatdan keçin və yeni dostlarınızdan deyir ki, enjoy learning with new friends. Yeni dostlarınızla öyrənməkdən həzz alın. Elə siz də bu cür ortam istəyirsinizsə bizim hazırlığımıza qoşula bilərsiniz uşaqlar. Özümü reklama bağlayan bu redsoner kimi hiss elədim. Neyse, 71-də cavab A variantıdır. Sign Language School offers small classes. Deyir ki, Sign Language School offers small classes led by skilled teachers. Skilled uşaqlar experience-dən sinonimdir. Deyir ki, bu kurs sizə balaca dərs otağında skill bacarıq deməkdir. Bacarıqlı, təcrübəli müəllimlə
Sizə öyrədir də, yəni cavab A variantı uşaqlar. B variantında isə deyir ki, sizin yüksək leveliniz olmalıdır. Xeyr, deyir ki, istənilən halda gələ bilərsiniz. C-də isə deyir ki, uşaqların bir-biri ilə danışması olmaz. Danışmasa necə friendly, yəni dostcanlı ortam olar. D variantında isə məktəb yalnızca teenagers, yeniyetmələr üçün, yeniyetmə böyük ehtimal Azərbaycancası yeniyetmələr üçün nə edir? Yalnız yeniyetmələr üçün verir, amma burada isə deyir ki, for all age, hər yaş üçün. E variantında isə deyir ki, burada dərsi pis təsir eləyən, sıxıcı, boğucu bir atmosfer var. Uşaqlar, bir kursda niyə belə bir atmosfer olsun, bir fikirləşin də, yəni. Ona görə cavab nədir? A variantıdır. Mətni oxumayacağam, siz oxumusunuz zaten. 72-də bizdən yanlış istəyir. Yanlışda deməli A variantıdır. Deyir ki, Scott is able to solve only a few kinds of calculation quickly and accurately. Deyir ki, bu adam Scott yalnızca bir neçə növ hesablamanı sürətli və dəqiq eləyirdi. Amma burada isə hər bir şeyi sürətli və dəqiq elədiyi deyilirdi. Amma digər variantlarda doğrudur. 73-də isə deyir ki, onun bir kitabı var. O kitabda buradadır. Math Magic. Deyir ki, he takes simple tricks to help people to do math in their head. Elə eynisində yazıblar uşaqlar. Easy tricks to help to do math in their heads. Cavab A variantıdır. Burada isə deyir ki, o riyaziyyat öyrənməklə bağlı nə deyir? O riyaziyyat öyrənməklə bağlı deyir ki, he believes that everyone can be good at math with the right method. Doğru metodla hər kəs riyaziyyat öyrənə bilər. O doğru metodu bizlə də paylaşsa sevinərdim. Cavab burada nədir uşaqlar? Cavab burada D variantıdır. D variantda yenə görürsünüz, deyir ki, burada sadəcə gain, əldə etmək. Deyir ki, o uğuru doğru metod ilə nə edir? Doğru metod ilə əldə edər. Bir insan riyaziyyatda uğuru doğru metod ilə əldə edər. Ona görə cavab nədir? Burada D variantıdır. Növbəti suala baxaq. Növbəti sualda isə deyir ki, nə deyir burada? Mətn haqqında deyir. Cavab burada A variantıdır. Scott'un riyaziyyat bilikləri və onu digərlərinə necə öyrətdiyini göstərir. 76-ya baxırıq. 76-da isə cavab 2 və 4-dür. Doğrunu istəyir bizdən. Birinci yanlışdır. Deyir ki, bu adam müəllimlərini təsirləndirdiyinə görə ona ən insan kalkulyatoru deyirlər. Xeyr, müəllimlərin təsirləndirdiyinə görə yox. Ondan sonra isə, yəni bu yanlışdır. Mətndə də deyir ki, müəllimlərdən daha tez hesabladığına görə. Ondan sonra isə 2 doğrudur. Çünki o nə eləmişdi? Öyrənməyin sıxıcı olmamasına bir nümunə idi. Burada da elə onu deyir. Üçüncüdə də deyir ki, o bir kitabında riyaziyyatın teorilərini və onun bir kitabında o universitetdəki çətin riyaziyyat, qarışıq riyaziyyat teorilərini başa salır. Xeyr, sadəcə başda necə hesablaya bilərsiniz, onu anlatırdı. Hətta universitetdən də söhbət getmirdi. 3 yanlışdır. 4-cüyə baxırıq. 4-cüdə isə deyir ki, bu adam nə edir? 4 asan operations, hesablamaları beynində dəqiq və tez bir şəkildə edir və testdə də belə verilmişdi. Ona görə 2-4 doğru variantdır. Dinləməli cavabların hamısı düzdür, götürə bilərsiniz. Dinləmədə isə mətn nə haqqındadır? Deyir ki, karakteri və ekoloji əhəmiyyəti, həmin o danışdığı heyvanın zəhərinin önəmindən danışırdı. 78-də isə elə eyni cümləni dedi uşaqlar. How do Persian arrow frogs get their poison? Deyir ki, həmin bu frogs, qurbağalar öz zəhərini necə əldə edirdilər? Orada da cavab D variantıdır. They get their poison from the insects deyir. Onlar etdikləri zəhərdən, yedikləri həşəratlardan əldə edirdilər. Ondan sonra isə bu qışın adını oxuyamıram uşaqlar. Have bright colors like blue, yellow or black and white. Burada məsələn çoxlu dinləmədə qulaq assaydınız, çoxlu rəng salınmışdı. Black and white axırda deyirdi. Məqsədləri çaşdırmaq idi və ümid edirəm siz çaşmamısınız. Burada isə cavab elə bu cümlənin eynisində dedi. To warn deyir ki, bu quşların mavi, yaşıl, qara və
bu quşlar deyirəm. Bu heyvanların mavi, sarı, qara və ağ kimi aydın rəngləri var idi. Səbəb isə to warn other animals that they are dangerous. Digər heyvanları təhlükəli olduğunu əvvəlcədən deyirdi bu rənglər. 80-cidə isə deyir ki, doğru səhvi seçirik. These frogs are not affected by destruction of rainforests. Deyir ki, bu qurbağalar yağış meşələrinin, ümid edirəm düzgün deyirəm, yağış meşələrinin kəsilməsindən təsirlənmirdilər. Xeyr, uşaqlar, hər bir heyvan bu meşələrin kəsilməsindən təsirlənir. Yəni, ona görə də burada cavab nədir? Bu yanlışdır. İkincisi isə deyir ki, bəzi alimlər bu qurbağanın zəhərini yeni dərmanlar yaratmaq üçün nə edirdilər? Öyrənirdilər. Yeni dərmanları yaratmağa kömək edəcəyinə inanırdılar və onu daha da araşdırıb o haqqda daha çox məlumat almaq istəyirdilər və elə belə idi də cavab truedur. Üçüncüdə isə deyir ki, these frogs play a role in keeping balance of nature. Deyir ki, o təbiəti balansı tutmaqda rol oynayırdı. Əlbəttə ki, təkcə bu qurbağa yox, bütün heyvanlar da təbiəti balansda tutmağa kömək eləyir. Dördüncü isə səhvdir, deyir ki, poison arrow frogs are safe to touch because their skin is not poisonous. Deyir ki, onlara toxunmaq güvənlidir, çünki onların dəriləri zəhərli deyil. Təbii ki, bu səhv variantdır. Elə özünün adında belə poison var uşaqlar, yəni. Ona görə də o səhvdir. 1 ilə 4 səhv, 2 ilə 3 doğrudur. Uşaqlar, buradakı S tam düz deyil. Mən ora fərqli cür yazmışam, amma bunu da nümunə olaraq götürə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, like atmağı, paylaşmağı unutmayın. Bundan sonraki OTK sınaqlarının da izahı bu şəkildə gələcək. Bildirimləri aça bilərsiniz. Nərgiz Nəcəfin 250 sınaq toplusundan da izahlar gələcək. Onlara da baxa bilərsiniz. Başqa necə videolar istəyirsinizsə onları da kommentlərdə yazın. Mənə iradınız, təklifiniz varsa onu da kommentlərdə yazın. 2x danışdığımı bilirəm. Mən özüm də şagirdəm. Bir müəllim yavaş danışanda deyirəm, mənə bu dəqiqə cavab lazımdır, izah yox. Buna görə də sürətli danışıram. Neysə uşaqlar, sağ olun, salamat qalın, gəlin balınızı hesablayın.